Nərmin xanım, bu nə deməkdir? Yəni istəyərdim bunu açasınız biraz. Yəni biz özümüzə necə davranırıqsa, tutaq ki, bir insan özünə hörmət etmir. Öz qoyduğu qaydalara öz həyatında əməl etmir. Sərhədləri yoxdur. Kim necə istəyir ondan faydalanır. Heç kəsə yox deyə bilmir. Özünü həyatının mərkəzinə qoymayıb. Bəli, bu çox önəmli məqamdır. Özünü mərkəzə qoya bilməyib. Dolayısıyla necə olacaq? Bu insanın həyatına gələn insanlar, hətta həmişədən odur, binəyi qədimdən həyatında olan insanlar, ailə üzvləri daxil, hamı nə edəcək? Hamı başlayacaq, sərhəd yoxdur axı, haçan istəyərəm, gələrəm, nə istəyərəm, götürərəm, gedərəm kimi yanaşacaq. Ona görə deyirəm ki, biz amma o nazik şəkildə yoxlarımızı da deyə biləndə, biz o sərhədlərimizi də qoyanda deyəndə ki, bir dəqiqə, mən indi özümlə məşğulam, mən tamamlanma periodundayam, mən bu məqsədimə çatmalıyam. Bugün səninlə görüşə bilmərəm. Olar, məsələn, biz bunu bir həftə sonraya təxirə salaq. Əgər bizim dönüşüm prosesimizdə bunu da əlavə eləyim. Bunu şəxsi təcrübəmdən də sizinlə paylaşım. Biz dönüşüm prosesində olanda bizim o biraz gərgin, biraz o dəyişəndə bilirsiniz də sancılı prosesdir. O prosesdə dözə bilməyənlər onlar bizim həyatımızdan çıxmağa məhkumdular. Niyə? Çünki həyatımızda olan insanlar, hadisələr hər biri bizə dırnaq arası deyirəm, xidmət etmək üçün həyatımıza gəlirlər. Buna dözə bilməyənlər, bizdən faydalanmaq istəyənlərdir və yaxud bizi manipulə edənlərdir əslində. Biz də bunun fərqində olmuruq. Çünki bizi gerçəkdən doğrudan sevən, dəyər verən insanlar bizim o dəyişim, dönüşüm, bizim o özümüzə qayıtma, inkişaf dövrümüzdə qoymazlar ki, nəysə bir incəlik olsun, problem olsun. Qəbullanacaqlar. Bəli, qəbullanacaqlar, səbirlə gözləyəcəklər. Hətta belə deyim, ön sırada bizə onlar alqışlayacaq. Çünki bizi doğrudan sevirlər. Özləri faydalanmaq üçün yox, bizə yaxşı olsun deyə. Yəni istifadə etməyəcəklər, amma əslində bu təmənnasız sevgidir bu. Təmənnasız sevəcəklər. Sənin hansısa xarakterinə görə yox, səni sən olduğuna görə sevəcəklər. Ən saf, ən dürüst sevgi doğrudan da odur. Çünki heç kəs ideal deyil, ideal olmağa da bir məcburiyyətimiz yoxdur. Əgər mən həmişə deyirəm, gənc xanımlarla danışanda deyirəm ki, mən necə başa düşüm, o məni doğrudan sevir. Deyirəm, səni dəyişməyə çalışır. Deyir ki, məsələn, saçın rəngin belə dəyiş, məncə sən kilo ver. Amma xoşundan deyir axı. Deyirəm, axı sənin də olmadın axı, o sən dəyişdin. Sən dəyişdin.